meşələrinə sadiq qalan bu cəsur qadınlar korrupsiya cinayətlərini ortalığa saçdığı, həqiqətləri göstərdiyi üçün həbs olunublar. Biz Azərbaycan hökumətindən jurnalistlərin haqqı olan azadlıqlarını və siyasi represiyalara son qoymağını tələb edirik. Həbs olacağını bilə-bilə ölkəsinə tələsən, təyyarə nərdivanlarındaca tutulan jurnalist Sevinç Vaqiz qızının gülüşü və məğrurluğu ilə məhkəmə hakimlərini utandıran Nərgiz Absalamovanı həbs çantası öncədən yığan, içine kırmızı pomadasını koymağı unutmayan Elnare Qasımovanın o dimdik duruşundan güc alarak bugün